Bəzi ümumiləşdirici sözlərdən sonra isə, yəni məsələn təbizlik bağlayıcıları işlədilə bilir. Bu zaman isə həm bağlayıcılardan əvvəl vergül, sonra isə qoşa nöqtə qoyulur. Görüş, qapı üçün yararlıdır. Və nümunəyə yenə diqqət elədikdə bunu görə bilirik. Ümumiləşdirici sözlərdən əlavə bir də var yekunlaşdırıcı söz. Bu söz bir sözlə sözüdür ki, bir sözlə yekunlaşdırıcı sözdür. Bu ümumiləşdirici söz deyil, bunu qarışdırmırıq digərləri ilə. Bu halda isə ondan deməli həmcin sözdən sonra tire, yekunlaşdırıcı sözdən sonra isə vergül qoyulur. Məsələn, kitabı, qələmi, dəftəri, pozanı, bir sözlə çantanı bura gətir. Deməli, burada biz bir sözləyə artıq ümumiləşdirici yox, yekunlaşdırıcı söz deyəcək. Bizim ümumiləşdirici sözümüz isə çanta sözüdür burada. Kitabı, dəftəri, qələmi və s. isə bunlar həmcins üzvlərdir. Bundan əlavə, həmcins üzvlərdə təkrarlanan tərəflər ola bilər ki, burada bəzən şəkilçilərdir, hissəciklərdir, ixtisar oluna bilər. Və nələr ixtisar oluna bilər? Cəm şəkilçisi, hal, şəxs, deməli, hal şəkilçisi, bunlar ixtisar oluna bilirlər. Bundan əlavə idiymiş isə hissəcikləridir, bəzi qoşmalardır, bunlar ixtisar oluna bilirlər və hər birinə də aid nümunə verilibdir. Deməli, bu ixtisara da termin olaraq biz nə deyirik? Ellipsis deyirik. Əgər kiminsə qarşısına hardasa çıxsa, deməli, ellipsis sözdə şəkilçilərin, cümlədə isə sözlərin ixtisarıdır. Termin olaraq bu terminin anlamı budur. Burada məsələn qeyd edilib, müəllimlər, şagirdlər tədbirdə iştirak edirlər. Deməli, müəllim və şagirdlərləri ixtisar olunub. Əli və Hüseyni hər kəs çox sevir. Əlidə hal yoxdur, İdə isə ixtisar olunubdur. Yəni, bu ixtisarı sadəcə yadımızda saxlamalıyıq ki, sadalanan bütün sözlərdən ixtisar olunub, sadəcə sonuncuda saxlanılmaqla təkrarlanan, belə deyək ki, o şəkilçilər ixtisar oluna bilirlər. İdiymiş isə, məsələn, deyirəm ki, bu anam, o isə atam idi. Yəni, yenə də burada idi hissəciyi ixtisar oluna bilir. Həmçinin qoşmaların ixtisarı ola bilər ki, məsələn, deyirəm ki, bütün hazırlıqlar vətən, torpaq üçündür. Vətən üçündür, torpaq üçündür. Normalda bu şəkildədir. Burada üçün və dür ixtisar olunubdur. Nələr ixtisar olunmur? Bunu da yadımızda saxlamalıyıq ki, feilin zaman şəkilçiləridir və feilin şəkillərinin şəkilçiləri, xəbər, əmr, arzu, lazım, şərt. Bu şəkillərin şəkilçiləri ixtisar olunmur və mürəkkəb cümlələrdə də cümlə özlərindən xəbər ixtisar oluna bilər. Bəzən deyirəm ki, nə mən deyən olsun, nə də sən. Yəni, nə də sən deyən olsun bu şəkildədir əslində və eyni zamanda bir neçə şəkilçi də birdən ixtisar oluna bilər. Buna da aid burada nümunə verilibdir ki, gələn əskər və zabitlərimizdəndir. Həm cəm, mənsubiyyət, hal, xəbərli bütün şəkilçilər ixtisar oluna bilibdir və biz qeyd eləmişdik ki, xəbər mübtəda ilə uzlaşır şəxsə və kəmiyyətə görə və şəxsə görə uzlaşmada məsələ necədir? Əgər həmcins mübtədalardan biri, birinci şəxsin, bu çox sadədir əslində, yadda saxlamaq da eyni ilə. Əgər həmcins mübtədalardan biri birinci şəxsdirsə, yəni məndirsə, xəbər birinci şəxsin cəmində olacaqdır, yəni iklə olacaqdır. Mən və sən dövlətimizi sevirik. Nə bilim, mən və anam gəldik. Bu şəkildə olmalıdır. Əgər həmcins mübtədalardan biri ikinci şəxsdədirsə, sən ikinci şəxsin təkindədir, sən və nə bilim, uşaqlar gəldiniz. Bu zaman isə ikinci şəxsin cəmində olacaqdır.